Biz hal-hazırda Universitetin Çəlik Cərrahi Klinikasında əməliyyat otağında 8 şəhərinə müraciət etmiş bir pasiyenti əməliyyata hazırlayırıq. Yəni anestezi hazırlıqlar başa çatıb və əməliyyata götürmüşük. Xəstə uzun müddətli zəhərli qozdan əziyyət çəkir, yəni dərman müalicəsi alır. Amma dərman müalicəsinə baxmayaraq xəstədə epilepsi vəziyyəti tam əldə edə bilmir. Həm çünki qapın-barı vəzin həzmi böyüyür, həm də aparılan dərmanların əlavə təsirləri meydana çıxır deyə, yəni xəstə tam olaraq bu müalicəni effektivini əldə edə bilmirik deyə xəstəyə əməliyyat qərarı verildi və bugün artıq xəstə tam hazırda anestezi tərəfindən rahat bir şəkildə intubu olundu və intubasiya xüsusi, yəni bizim səhv cihazımız var, yəni xəstələrdən xüsusi turubası var sistemdən icra olunur belə hallarda. Və planlaşdırdığımız əməliyyat isə total-tiroidektomiyadır. Əməliyyatın gelişi boyunca da sizə əməliyyatın texnikası, adı vaxtında məlumat verəcək. Əməliyyatımız başladı. Biz hal-hazırda qalxanvari vəzi əldə etmək üçün birinci dəri-dəraltı toxumalı kəsdikdən sonra xüsusi losluq hazırlanır, yuxarı və aşağı losluq. Bu yaranı genişləndirmək üçündür. Və burada məqsəd, yəni qalxanvari vəzin həm yuxarı qütbünə, həm aşağı qütbünə daxilan damarları görmək üçün yara sahəsi geniş olmalıdır ki, biz rahat bir şəkildə bu damarları bağlayırıq. Və əməliyyat səs neuromonitorla, həm bipolyar, həm kortez, həm də neuromonitor cihazının bizə müşahidinin icra olmadı. Və əməliyyat toksik zob olduğuna, yəni zəhərli zob olduğundan belə xəstələrdə əməliyyat sahəsində, yəni yarada qanama ehtimalı daha yüksəkdir. Yəni belə orqanizmdə qanamaya meyilli olurlar. Qalxanvari vəzin sağ payında yara sahəsinə çıxartdıq və tam vəz xaric edirik. Çünki öncə qeyd etdiyim kimi tirotoksikozlarda mütləq qalxanvari vəzin hər hansı bir toxuması qalmamalıdır yara səthində. Və biz də hər hansı bir toxuma saxlamadan, yəni tam olaraq vəzi çıxardırıq. Və bununla da əməliyyatımız uğurla yekunlaşdır. Və hər iki tərəfdə səs telləri qorunuldu. Cihaz vasitəsilə yoxladı. Artıq qalxanvari vəzinin sol payını çıxartdıq. Yəni bu görünən sol paydır. İndi keçmişik sağ paya. Sağ payda həzmi çox böyükdür. Və sağ payda eyni qaydana öncə damarları arteriyanı bağlayasınız. Ondan sonra isə vəz tam xaric olunacaq. Yəni bu xəstələrdə hormonlar yüksək olduğundan qanamaya meyilli olurlar. Və burada da əməliyyat biraz qanlı gedir. Görürsünüz də qalxanvari vəzin sol payı həcmi ilə böyüklükdədir. Və əməliyyatımızı bizim endokrin rezidentlərlə icra edirik. Birinci hastanımız qaçınıdır, Nilüfer doktordur. İkinci hastan isə Bahar doktordur. Və bizə bunlar belə əməliyyatlarda yaxşı kömək edirlər, asistentlik edirlər. Orada xüsusi təşəkkürümü bildirəcəm ki, çünki cərrahiyyə bir komanda işidir. Yəni tək bir operatorla bu prosedurları etmək olmur. Tibb bazımızda təcrübəli tibb bazımızdır, anesteziyoloji briqada, yüksək hazırlıqlı anesteziyoloji briqadamız var. Doktorumuza da xüsusi təşəkkürlər. Ki, bəli, belə xəstələrin anesteziyası da çətin olur. Yəni, çox sağ olsun doktorda ki, xəstəni rahat bir şəkildə əməliyyatın icra olunması üçün
yəni anesteziya və bizdə hər halda qansız, hər hansı bir təhlükəsiz şəkildə əməliyyatı davam etdirilir. Və çəkilişdən də xüsusən İlxan bəyə də təşəkkür edirəm ki, İlxan bəy də bizim belə ağır xəstələri yaxşı xüsusi bacarıqla çəkir. Çünki bəzi hallarda xəstələrin özləri də, yəni sırf olaraq əməliyyatın girişini bizdən istəyirlər və bu xəstə də təkidlə bizə demişdi ki, mütləq mənim əməliyyatımın girişini çəkin və sonunda da pasiyentin özünə bu videonu verəsiniz ki, bəli, sizin əməliyyat bu şəkildə icra olunur.